Qarabağ heyətinə yeni əcnəbi futbolçu ilə gücləndirəcək. Qarabağ Kiperin AEK Larnaka klubunun sol cinah müdafiəçisi olan Ceremi Nailin transferini başa vurubdu. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov fransız futbolçunun yaxın günlərdə Bakıya gələcəyini bildiribdi. Qeyd edək ki, həmin cinahda Elvin Cəfərquliyevin oynaması azarkeşlərdə onun gedəcəyi ilə bağlı suallar yaradıb. Hələlik bu barədə rəsmi açıqlama olmasa da, ötən günlərdə Almaniya Bundesliqanın aparıcı klublarından olan Bayer Leverkusen Elvini transfer siyahısına daxil etdiyi deyilirdi. Məlumata görə klub rəhbərliyi yay transfer pəncərəsində Azərbaycanlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Qeyd edilir ki, Leverkusen təmsilçisi Elvinin yayda Barselonaya satılması gözlənilən Alejandro Grimaldo'nun potensial əvəzləyicisi kimi görür. Alman klubu bu transfer üçün 10-15 milyon avro civarında büdcə ayırmağa hazır olduğu da bildirilir. Hazırda Qarabağın formasını geyinən futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyunun 30-da qüvvədədir və bazar dəyəri 1,5 milyon avro olaraq göstərilir. Bundan əlavə olaraq Getdə Sport agentliyinin iddiasına əsasən Fenerbahçe klubu da Qarabağın müdafiəçisi Elvin Cəfərquliyevi transfer etməyi planlaşdırır. Məlumata görə İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün təqribən 10 milyon avro ödəməyə hazırdır. Həmçinin qeyd edilir ki, Elvin Cəfərquliyevi Fransa və İtaliya klubları tərəfindən də diqqətlə izlənilir.